Mesela insan hiss eləyir ki, Ramazanda olduğu kimi, o Ramazanda ələ düşən fürsət kimi, o başqa aylarda olmur. Cəmaatçılıq, qəlbin daha açıq olması, gecə ibadətlərinə hərislik və s. Ona görə insan bu fürsəti qaçırmamalıdır və qaçırmamaq üçün də bu fürsəti layiqli qarşılamalıdır. Adi, məsələn, idmana çıxan, yarışa çıxan insan görsən, yarışa çıxmamışdan qabaq bir bədənini qızdırır. Şaban ayı elə bil ki, Ramazan ayından qabaq, Ramazan ayına bir hazırlıq ayıdır. Və sələflər belə deyirdilər. İbn-i Rəcəb Rahiməhullah Lətəifül Məarif kitabında, ilin ayları barədə yazdığı kitabdır. O kitabda qeyd edir ki, ümumiyyətlə sələflər Şaban ayını Ramazan ayına hazırlıq ayı kimi dəyərləndirirdilər. Hətta onlardan biri deyir ki, Şaban ayı Şəhrul Qurra, qarilərin ayıdır. Qarilərin ayı. Halbuki biz qarilərin ayı deyəndə göz qabağına nə gəlir? Ağla nə gəlir? Ramazan. Yox, onlar belə demirdilər. Onlar deyirdilər ki, Şaban ayı, qarilərin ayıdır. Yəni artıq bu hazırlıq Şabandan başlayırdı. Və biz bunu sünnədə də görürük. Məsələn, Ramazan ayına xas, əsas ibadət hansı ibadətdir? Oruc. Yəni İslam rukunları içərisində. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazandan sonra içində ən çox oruc tutduğu ay Şaban ayı idi.